Esselamu Aleyküm. Əziz həmvətənlər, əziz Azərbaycanın vətənsevər oğul və qızları. Mən Oğuz nəslindənəm deyən kimsələr, axşamınız xeyirli olsun. Allah Teala hər vaxtınızı xeyrə yazsın. Bizim ölkəmizdə çox şeylər baş verir. Hər şeydən də danışmaq olmaz. Çünki birincisi, mən bəzi adamlar kimi hər şey şünas deyiləm. İkincisi, bildiyiniz kimi əvvəlki çıxışlarımda dəfələrlə demişəm, mən nə din xadimi deyiləm, nə siyasətçi deyiləm, nə hüquqşünas deyiləm, nə işlə, mən adicə bir mühəndis babayam. Ama onu size diyeyim ki, mühendis insanlar, mühendis olanlar, fizikanın qanunlarını yaxşı bildikləri üçün cəmiyyətin də içində gedən prosesləri yaxşı dərk edə bilirlər. Məsələn, sadə bir şey deyim. Hər hansı bir maddəni təşkil edən atomların elektron təbəqəsindən bir elektronu çıxartmağa müvəffəq olsan və yaxud da hər hansı başqa bir maddəyə məxsus elektronu o təbəqəyə yerləşdirə bilsən, həmən maddənin fiziki və kimyəvi xassələri dəyişir. Cəmiyyət də belədir. Cəmiyyətin əcdadımızdan bizə miras qalan çox gözəl nüvəsi var. Çox gözəl nüvəsi var. Min illiklərlə bizi yaşadı bu günlərə qədər gəlməmizə səbəb ola bilən əcdadımızdan bizə qalan miraslardır. Biz o mirasa sahib çıxmadıkça başımıza gəlməyəcək bəla yoxdur. Bunu cəmiyyət bilsin. Heç kəs özünü kənara çəkməsin. Hər şeyi dövlətin üstünə, dövlətin strukturlarının üstünə yıxmaq olmaz. Hər bir vətəndaşın həm tarix qarşısında, həm vətəni qarşısında, həm də əcdadının ruhları qarşısında məsuliyyətli vəzifələri var. O vəzifələri yerinə yetirməyə hər birimizin borcudur. Bizim əcdadımız tarix boyu həmişə Allah'a inanıb. İndi Allah zamanın müəyyən dövrlərində gah Tengri olub, Allah olub, Haq Taala olub, Xuda olub və ilaxır və s. olub. Amma Türk qövmü bəşər tarixi yaranandan, Həzrəti Adəm yer üzündə peyda olandan ta bugünkü günə qədər, son illərə qədər, son 200 il deyim, 300 il deyim, bilmirəm nə qədər, doğrusunu Allah bilir, o vaxta qədər həmişə Allah'a inanan ol. Belə indi də bizim nəslin, bu Oğuz nəslindən olanların böyük bir qismi tək bir olan Allahın varlığına, onun şəriksiz hakimiyyət sahibi olduğuna, göylərin və yerlərin hər bir hadisəsinə sahib çıxdığına, onsuz həyatda heç bir şeyin baş vermədiyinə inanır və ahirətə inanır. İnanmayanlar hər nə qələt deyirsən edirlər. Qələt əslində fars sözüdür, səhv deməkdir. Yəni səhv edirlər. Səhvlərə, xətalara yol verirlər. Və Oğuz nəslindən olanlar həmişə Allah'a asi olanların düşməni olublar. Allah'a sırt çevirənləri, Allah'ı inkar edənləri və Allah'a inananlara zülm, əzab verənlərin düşməni olublar. Tarix var, Oğuznamə kitabı var. Bunu ən çox Allah'ın və Oğuz'un düşmənləri bilir. Odur ki, bugünkü günə qədər
Və bu qüvvələr vaxtilə peyğəmbərlərə də arxa çevirən qüvvələr olubdur. Nuh əleyhissalama, Salih əleyhissalama, Yunus əleyhissalama, Üzeyr əleyhissalama və əl-axir və s. Şeytan və insan yer üzerine indiriləndən, qovulandan bugünkü günə qədər ikisinin arasında mübarizə gedir. Çünkü Kur'an'da da ayet-i kerimede de Allah Teala deyir ki, enin yer üzerine birbirinize düşman olarak enin yer üzerine. Vesselam. Onlar bizim düşmanımızdır ve qüvvələr var ki, insanlar var ki, insan cildindeki iblisler var ki, şeytana hizmet edirlər. İndi bu şeytana hizmet edenlerin əsas amacı, qayəsi nədir? Əsas amacı, qayəsi onlara elə gəlir ki, yer üzerinde Allah deyən insanların axırına çıxsalar, onları məhv eləsələr, yer üzerinin güya ki, bütün nimetleri bunların olacaqdır. Bunlar onu idarə edəcək və özlərinə qul kimi işlətməyə də o Allah deyən insanlardan bəzilərini saxlayacaqlar, beyinlərini manqurtlaşdıracaqlar, siləcəklər yaddaşlarını. Bir robot kimi ora get, bura get, bunu elə, onu elə. Ona görə bu indi neçə illərdir bunu eləyirlər, nail ola bilmirlər. Ona görə fikirləşiblər və avtomatik robotlar fikirləşiblər. Yani insan etiraz edə bilər, insan bitdən Allah'tır da, Allah götürdü. O ne kadar yaddaşsız insan olsa da bize gördün ki Allah onu oyaqdı, kalbini sıktı, oraya iman yerleştirdi. Gel dur bunun qabağında görüp necə durursan. O qüvvələr yaxşı bilirlər ki, Oğuz xan babamız dünyada bu işlə məşğul olub. Allah'a aşık olan insanların hamısını mecbur edib Allah'a itaat elətdirib. Bu Kur'an-ı Kerim'de Zülküfül peygamber ahvalatında da var. Oğuzname kitabında da Rəşid Əddinin əsas Oğuzname kitabından Fars diline çevirdiği o kitapta da az çok var. Məlumatlar var. Kim ki Allah'ın birliğini, hansı xalq Allah'ın birliğini kabul edibsə, Oğuzun oynan işi olmayıbdır. Gedib dalşı, irəli. Başka asilerin üstüne. Her kimde eləməyibsə, savaş kabul edibsə, vuruşubdur. Hamısını da məğlub edib. Çünkü Türk, Oğuz Allah'ın ordusudur. Allah'ın ordusudur. Buna istirlər inansınlar, istirlər inanmasınlar. Hiçbir şey değişmir. Türk de her Əhməd, Məmmədəm, mən Türkəm deyən Türk değil. Türk olmaktan ötürü tek bir olan Allah'ın varlığına qeyri-şərtsiz gərək inanasam ki, bəli o var. Bilip bilmediğimiz her şeyi yaradan odur. Her şeyi idare eden odur. Allah isterse bir şey olur, Allah istemezse de olmaz. Allah Teala ona inanıp iman edenlerin günahlarını bağışlayandır. Allah'a inanan insanı Allah Teala hiç vaxt tek koymaz. Güçsüz, kuvvesiz koymaz. Siz mənə bir dənə misal getirin ki, hansısa bir peygamber, Allah'a inanan peygamber kafirlerle vuruşubdu ve məğlub olubdu. Ola bilmez. Qətiyyən ola bilmez. Çünkü o peygamberler Allah'ın sözünü yer üzerinde deyibdi ve Allah onlara həmişə müvəffəq edib, zəfər verib. Allah'a inanmayan insanlar öz qanlarından belə olsa Allah deyən insanları həmişə öldürüblər. Üzeyr peygamberi, Zekeriya peygamberi, Yahya peygamberi, ne bileyim Hazreti İsa peygamberi ve neçə bilip bilmediğimiz peygamberleri öldürüblər. Öldürüblər. Şimdi deyirsiniz ki, biz Allah görmürdü mü ki onun peygamberini öldürürler? Niye izin veripti? Onu Allah'tan soruşasın. Ben o derecede biliye sahip değilim. Bu yalanı yani bu barədə yalan məlumatı en güzel işleden, istifade edən Siyonlardır. İsrail oğullarıdır. Onlardan soruşun, onlar diyecek. Elə size göklar, hap göklar uydursunlar ki özünüz de məəttəl qalarsınız. Uzun sözün kısası hemen bu şeytana şagirtlik edən insan cildindeki insanlar başta Amerika olmakla ve diğer Hristiyan ülkeleri hansı ki Hz. İsa Aleyhisselam'ı özlerine Allah'ın oğlu kimi kabul edirlər. Onlar böyük yanılgı içindədirlər, yanlışlık içindədirlər.
Böyük səhv edirlər onlar. Və bu səhvi, bu nə qədər bu insanlar tupoydursa, nə qədər yəni kütbaşdılar. Bəlkə də kütbaş deyirlər, bilirlər, həqiqət nədir, bilənlər var. Amma 2000 il bundan əvvəl söylədikləri yalanı hər əsrdə silah gücünə müdafiə ediblər. Allah deyən insanların üstünə gediblər. Qan töküblər. Bu şərəfsizlər, bu heysiyyətsizlər. Və bilə-bilə ki, müsəlmanlar haqlıdır, Allah deyən insanlar haqlıdır. Bunların üstünə gəliblər və bilirlər də ki, həmişə də məğlub olublar. Həmişə məğlub olublar. Tarix alimləri indi bəzi məlumatlar, məsələn, Malazgirtlə əlaqədar və sonra nə bilim İstanbulun fəthi və digər tarixdə baş verən Hristiyan Roma müsəlman savaşları, ondan əvvəlki Oğuz xanın vaxtındakı savaşlar, bunlar bilirlər, amma tarixdə gizlədirlər ki, daldan gələn nəsillərin bundan xəbəri olmasın və onları məğlub eləmək olsun, məhv eləmək olsun. İndi bunlar Hülakü xandan sonra düşüblər bu Oğuzam deyən insanların üstünə daha da ciddi. Çünki Nəsrəddin Tusi Bağdadda Hülakü xanı tormoza basmağa məcbur elədi və Hülakü xan geri durdu. Daha yandırmaq, yaxmaq, meçidləri dağıtmaq, kitabları yandırmaq məsələsindən əl çəkdi. Nəsrəddin Tusi ona sübut elədi. Bilik ayrı şeydir. Bilirsənsə dünyaya hakim ola bilərsən. Biliyin yoxdursa və biliyi sən zərərli işlərə, əzablı məsələlərə, zülmə, biliyi, elmi zülmə xərcləyirsənsə məhv olacaqsan. Bunu tarix göstərdi, sübut olundu. İndi düşüblər bu Azərbaycan, bugünkü Azərbaycanlar ya Oğuz nəslindən olanların üstünə ki, bunları məhv eləsinlər və 200 ildir Rusların əli ilə burada eləmədikləri hoqqa qalmayıb. İndi hamı da Amerikadan imdad dedi ki, Amerika demokratiya olacaq, nə bilim, Zəngəzur dəhlizi belə olacaq, elə olacaq. Qardaş, heç bir şey olmayacaq. Heç bir şey. O, Amerikanın ona gücü çatmaz. Amerika, bu toplum ki var, bu Hristiyan toplumu, Siyonist toplumu, İsrail oğulları, bunlar həm bir-birinə uşaqlıq edirlər, həm bir-birinə düşməndilər. Çünki Nuh Aleyhisselama Allah'ın verdiği bir vəd var, söz var ki, ya Nuh, mən kafirləri bir-birinə qırdıracağım. İndi bunlar istəsələr də, oturub cürbəcür komitələr də qursalar, cürbəcür nə bilim şeylər də fikirləşsələr, qanunlar da qəbul edəsə, xeyri yoxdur. Xeyri yoxdur. Bunlar bir-birinə düşmən olaraq yaşayacaqlar, düşmən olaraq da bir-birini qıracaqlar, məhv edəcəklər. O yerdəki müsəlman, türk məsələsi var. Onlar mağnit kimi bir-birinə birləşəcəklər, gələcəklər Türkün üstünə. Amma yanılırlar. Türkəm deyən insanlar, Atatürk havayı yeri o sözü deməmişdir. Rəhmətlik deyir ki, nə mutlu Türkəm deyənə. Sizə onu deyim ki, o söz Atatürk'ün də sözüdür. O söz 1000 illər əvvəl söylənən Türk xaqanlarından birinin sözüdür. Ki, Türk'ün işi zordur. Eğer Türk olursan, bütün cahanla savaşırsın. Türk olmazsan, Türk senden savaşır. Böyle bir şey var. Ne mutlu Türk'üm diyen o demektir ki, eğer bir Türk Allah'a inanırsa, Allah'ın etmə dediklərini etmirsə, onun haram ve diğer qadağalarından qaçırsa, özünü qoruyursa, canı bahasına da olsa, haqqın tərəfində durursa, qanından oldu, canından oldu, olmadı, lap düşmən övladı olsa, düşmən ailəsi olsa, haqlıdırsa, onun tərəfində durmaq lazım. Çünki Allah Teala haqdır, haqqı sevir. Haqqa tərəf duranları sevir. Haqq üçün canlarını ortaya koyanları sevir. Haqq Allah'ın özüdür. Deməli sən Allah üçün çalışırsan. Hər kim də şərliyib, böhtanlayıb, nətər deyərlər, insanların haqqını əlindən alıb, onları zülmə salırsa, onlara əzab yaşadırsa, bunlar hamısı Allah'ın düşmənidir. Bizim yox, xalqın yox. Tək söhbət bizim xalqdan getmir və digər xalqlar da var da, bizdən başqa da var. Onlar da elə. İndi düşüblər bizim canımıza.
Mədəniyyət artıq yoxdur. Azərbaycanda mənəviyyət deyən bir şey yoxdur. Əxlaqsızlıq baş alıb gedir. Gör nə günə qalmışıq ki, Milli Məclisdə fahişəliyi qanuniləşdirmək istəyirlər. Utanın yerə girin ay deputatlar. Utanın yerə girin, ölün. Gündə 3 dəfə, 5 dəfə, 15 dəfə ölün, dirilin. O sözü dilinizə gətirib, belə gözəl xalqı, bütün bəşəriyyətin incisi olan Azərbaycan Oğuz nəslindən olanları, Türkəm deyənləri, Allah üçün çalışanları, Allah üçün vuruşanları, haqqı qoruyanları, əgər siz onların qız gəlinlərini bugün fahişəliyə sövq edirsinizsə, məcbur edirsinizsə, qanuniləşdirirsə bunu, Allah sizin bəlanızı versin. Tezliklə versin inşallah. Quranda nə deyir? Deyir, qadınlar sizin tarlanızdır. Tarlanız. Tarla nədir? Toxum əkirsən, oradan məhsul yığırsan, faydalanırsan, yaşayırsan onun hesabına. Ay, nə qədər siz haqdan, ədalətdən, insanlıqdan, əcdadımızın tövsiyələrindən uzaq düşübsüz. Nə deməkdir bu? Siz kimsiz? Onu da deyim ki, burada qeyri-adi mən heç nə görmürəm. Çünki qan, millətin qanı o qədər dəyişib ki, bu düşmənlər bunu yaxşı bilir. Heç cür bizə, heç cür sındırma mümkün olmayan Türk oğlunu, onun sortunu dəyişməklə, qanını dəyişməklə sındırma mümkündür. Məsələn, çox yaxın keçmişdən bir misal çəkim. Babur Şah getdi, özünüz bilirsiniz ki, Hindistanda kafirləri məğlub elədi, orada bir dövlət qurdu. Adına dedilər Moğol. Moğol imperiyası qurdu güya. İmperiyada döldü, biraz böyük ərazisi olan bir yer idi. Babur Şahın oğlu var idi. Neydi ay Allah? Unuttum. Yadıma düşəndə sonra deyərim. Babur Şahın oğlu, Babur Şahın oğlunun elə bir Babur Şahın nəvəsi Əkbər Şah. Əkbər Şahın da bir neçə oğulları oldu müsəlman qızlarından, amma Hint qızından olan bir dənə də oğlu var idi. Adı Arangza. Onu qəbul eləmirdilər müsəlmanlar. Amma Hintlilər məcbur edirlər də, soxuşdururdular. Həmən Arangza gəldi bir vaxtı, o taxta oturdu və o imperiyanı parçaladı, dağıtdı. O imperiya yoxa çıxdı. O dövlət yoxa çıxdı. Məğlub oldu, getdi. Eyni ilə də bu metodla Osmanlının da başına bu işi gətiriblər. Eyni ilə Hülakü xanı da ora bir xristian qızı soxuşdurmaqla o dövlətin axırına çıxıblar. Eyni ilə də Hun dövləti Atilla Roma keşişinin qızını ona arvad olaraq verdilər. O onu zəhərlədi, öldürdü müəyyən vaxtdan sonra. Gör nə günə qalmışıq ki, Mən bilirəm, olduqca ciddi bir məsələyə toxunuram, onun ciddiliyini bilirəm, amma fəlakətinin ölçüsünü bilmirəm ki, mənim bu deməyim bu xalqa, o cümlədən mənim özümə nə qədər fəlakət verə bilər. Azərbaycanda bir katolik kilsəsi az idi, ikincisini tikirlər. Niyə? Hansı xristian ölkəsində o ölkənin hökumət başçısı, ya naziri, ya nə bilim prezidenti filanı və yaxud da oranın baş keşişi məscid tikintisinə icazə verir və yaxud da hər hansı bir məscidi təmir elətdirir. Heç eşidibsizmi, görübsizmi? Yəni bu Azərbaycanda bu müstəqillik illərində bu qədər mi xristian vətəndaşımız oldu, çevrildilər, din dəyişdirdilər. Din dəyişdirənə Quranda ayət var. Allahın, göydəki mələklərin və Allahın lənəti olsun deyir Allah. Onlar deyir azğınlıq içindədirlər. Bir də ki, axı kitab deyir, Hristiyan dini deyə bir din yoxdur, Yahudi dini deyə bir din yoxdur, Buddizm deyə bir din yoxdur, din İslamdır. Bütün bəşər tarixi boyu, bütün peyğəmbərlər, İsası, Musası, Həsəni, hamısı müsəlman olublar. Hamısı İslam dinini yayıblar. İndi burada bir şey də gəlir. İslamı Yəmənli Yahudi alimi Abdullah İbni Səbə adında bir alim
görür ki Mədinədə o qədər alim var idi, Yahudi alimi. Bunlar çoxsu döndü müsəlman oldu. Bəziləri də oranı tərk elədi, getdi. Bunun pisinə gəldi ki, mən söhbət edir müsəlmanlarla, oradan buradan bəzi müsəlmanlarla, bədəvilərlə filanlarla görür ki, bunların çoxsu dini bilmirlər. Elə qulaq müsafiri, ya Peyğəmbərin ağzından çıxan sözlər və yaxdansa bir sahabənin ağzından çıxan sözlər əsasında bu dinə qulluq edirlər. Amma mahiyyətini, içini, dərinliyini bilmirlər. Deyir, mən bu dini içindən yıxacam. Və gəlir o İranın məğlub olduğu vaxtlara təsadüf edən dövrlər olur. O Farslardan İslamı qəbul edən adamların, təzəcə qəbul edən insanların, o cümlədən belə deyək də, cahil bədəvilərdən özünə ətraf toplayır, başlayır alimliyini sübut eləməyə başlayır, onu qəbul edirlər və İslam dinində fikir ayrılığına sahiblənən insanlar yetişdirir. Və bu insanlar sonra İslamın başına oyunlar açır. Həzrəti Ömərin öldürülməsi, Osmanın öldürülməsi, Həsən, Hüseyin, Həsənin zəhərlənməsi, Həzrət Həsənin, əstəğfirullah, bağışlayın, Həzrəti Hüseynin öldürülməsi və ilaxir Həzrəti Əlinin şəhid edilməsi və ondan sonraki dövrlərdə də Həzrəti Musa Kazımın və digər İslam alimlərinin tapılıb, axtarılıb, tapılıb, öldürülməsi, onların məhv edilməsi hamısı bunların işidir. Bunların kökündə, başında duran Abdullah İbn Səbədir. Və bugün Abdullah İbn Səbənin qəbri İranın Qum şəhərindədir. Qum şəhərində. Və İrandakı ateşpərəstlər, İslam qılıfına girən ateşpərəstlər, Yezidlər, Əzidlər, kimlər və o adla İslamda öldürməklə, dağıtmaqla və laxır və s. məşğuldur. İslam dini sülh dinidir, barış dinidir. Barış ortamda yaşamaq dinidir. Sən mənim kimi demirsən, ölməlisən, sən düşmənsən, sən kafirsən. Bunu deyən Vahabilər, Sələfilər, Fatimilər, nə bilim kimlər, mən bilmirəm valla. Əgər bu qardaşlarımızın xətrinə deyirsə, dəyməsin. Çünki mən orasını bilmirəm. Amma onu bilirəm ki, əgər sizlərdən biri hansı məhzəbdən olursa olsun, fikir ayrılığında olan Allah deyən başqa bir adamın, Peyğəmbərə salavat gətirən başqa bir adamın, Əhl-i Beytə inanıb onu baş tacı edən bir adamın ölümünə, öldürülməsinə hökm edirsinizsə, qətiyyət göstərirsinizsə, deməli, siz Abdullah Səbənin yetişdirmələrisiniz, siz Siyonizmə qulluq edənlərsiniz, siz Allah deyən insanlara düşmənçilik edənlərsiniz. Siz kitabımız Quran-ı Kərimin, Peyğəmbərimiz Məhəmməd Əleyhissalatu və Salamın, Əhl-i Beytin və səhabələrin, İslamın keçmiş böyüklərinin hamısının düşmənisiniz. Düşmən bunu yaxşı bilir. Bilir ki, Azərbaycanda birlik yoxdur. Azərbaycanda artıq cəmiyyət degradasiya olub, tənəzzül. Cəmiyyət elə bir mərhələdədir ki, indidən sonra cəmiyyəti yığmaq qeyri-mümkündür. Niyə? Sadə bir isbatı var bunun. Neçə dənə partiya var? Hansı partiya sədri, o birisi partiya sədrinin dediyini udur, qəbul edir. Heç biri. Hamı mənəm deyir. Hamı xalqı parçalayıb. Hamı istəyir özünün dalınca aparsın. Birlik yoxdur bu xalqda. İçərdən, aşağıdan bir kənddə vallah birlik yoxdur. Adicə kənddə. Niyə birlik yoxdur? O onun toyuğuna kiş eləyib, bu bunun itinə daş atıb, o onun danasını vurub həyətindən çıxarıb, düşməndirlər. Kin, küdurət, qəlbinizdə bəslədiyiniz nifrət hissi bir-birinizə. Bu xalqın, millətin birliyini pozur. Allah bir olanları sevər. Həzrəti Peyğəmbərimiz Muhammed Aleyhissalatu və Salam deyir ki, Allahümmə səlli alə seyyidina Muhammed. Qəlbində kin daşıyan hər hansı bir müsəlman neçə illər ibadət edir eləsin, nə istəyir eləsin, cənnətə girə bilməz. Birinci o kindən, o nifrətdən, müsəlman qardaşına qarşı qəlbində bəslədiyi kindən, küdurətdən uzaq durmalıdır. Əgər elə olarsa, bizim birliyimiz olar. Bu birliyi də saxlayan kim olmalıdır? İctimaiyyətdə, cəmiyyətdə
siyasi partiyalar ve iktidar ve ilahiyyatla məşğul olanlar. Ha bu siz bir olarsınızsa bu xalq millət bir olar və bizim birliyimizi heç bir qüvvə poza bilməz. Nə təhsilimizi, nə səhiyyəmizi, nə vətənimizi, nə əskərimizi, nə heç bir şeyimizi bizim qılımıza toxuna bilməzlər. Heç kəs bizim nə mahnımızı uğraya bilməz, nə kuxnamızı uğraya bilməz, nə heç bir şeyi. Ona görə ey əhali, ay kənddəkilər, mehriban olun kənddən. Bir-birinizi sevin, bir-birinizə əl tutun. Yıxılıb ölməyə, məhv olmağa qoymayın. Kəndin içində əxlaqsızlıq filan olan adamları oturun tənbeyini verin. Ağsaqqallar yığışın bir yerə, bir məsləhətə gəlin. Gənc nəslin layiqli yetişməsinə kömək edin, yardım edin. Elə hər şey dövlətin üstünə atmaq olmaz. Bəs siz nə edəsiniz? Allah'tan qorxun. Allah'tan qorxun və Allah'ın dediklərinin əksinə getməyin. İçkidən əl çəkin, qumardan əl çəkin, yalandan əl çəkin, iftiradan əl çəkin, şərdən böhtandan əl çəkin. Övladlarınıza sahib çıxın, qızlarınıza sahib çıxın. Onların pozulmağına, əxlaqsız olmağına izin verməyin. Və onları küçəyə atmayın hansı bir səhvinə görə. Onların başına ağıl qoyun, dəstək olun, özlərini düzəltsinlər. Siz Allah qarşısında Allah'a nə cavab verəsiniz? Allah'a siz nə cavab verəcəksiniz? Qorxun Allah'tan. Qorxmazsınız, Allah sizə elə qorxudar ki, ömür billahi qorxunuz canınızdan getməz. Məndən bu qədər. Allah hər kəsin köməyi olsun. Allah dövlətimizi qorusun. Allah xalqımızı qorusun. Allah deyən insanları Allah qorusun. Sağ olun, hələlik.